Herkese salamlar dostlar. Bugün sizlerle birlikte gördüğünüz gibi Metasploitable 2'nin kurulumunu göstereceğim. Metasploitable 2 hakkında danışacağız. Biz bilirik ki yəni kübə təhlükəsizlikdə sızma testləri çox vacibdir. Eyni zamanda web səhifə olsun, digər sistemlərdə zəifliklər aşkar edilmək üçün bizə sınaq üçün, yəni təlim üçün bəzi alətlər lazımdır ki, üzərində işləyək, biz praktika əldə edək. Bunlardan biri də Metasploitable 2 alətidir. Bu alət vasitəsilə biz ona qarşı hücumlar həyata keçirdik. Onda zəifləri aşkar edib öz üzərimizə praktika edirik. Gəlin yavaş-yavaş qurulumuna keçək. Quruluma keçməzdən əvvəl deyim ki, bu tip alətləri tapmaq və yaxud da digər şeylər üzərində CTF olsun, bunlar üzərində praktika etmək üçün Vulnhub platformu var. Bu tip alətlər və yaxud da digər məsələlər həlləri üçün Vulnhub platformasını keçirə bilərsiniz. Mən bura axtarış yerinə Metasploitable yazıram, gördüyünüz kimi. Axtarışa versək, görürsünüz, burada 1 var, 2 var. 2 daha yaxşıdır məncə. 2-ni düşürəyirik. Bu hissəyə gəldikdə download seçimləri var. Hər ikisindən birini seçə bilərsiniz istədiyiniz kimi. Mən burada download edirəm. Sizi yönləndirəcək SourceForge web saytına. Bir saniyə, endirmə başlasın. Mən endirdiyim üçün artıq endirmişəm, gördüyünüz kimi endirməyəcəm. Cancel vururam. Siz endirdikdən sonra nə edəsiniz? Gəlib həmin faylı tapdıqdan sonra gəlirəm onun üzərinə. Gördüyünüz kimi bunu ekstrakt edəsiniz. Ekstrakt etdikdən sonra baxın görün içərisində nələr var. Ekstrakt etdikdə bunun içərisindəki 2, 4, 5 dənə fayl ora əlavə olmuş olacaq. Bunların içərisində virtual machine konfigurasiyası var. Ondan sonra disk image fayl var. Bunlar bizə kömək edəcək ki, biz bunu yaradaq. Bunu ekstrakt etdikdən sonra gəlirik VMware Workstation'a. Burada Open a Virtual Machine var. Gəlirəm onu ekstrakt edədiyim qovluğa. Gördüyünüz kimi mən buraya ekstrakt eləmişəm. Burada Metasploitable var. Bunu vurduqdan sonra, yəni bunu seçib open etdikdən sonra avtomatik öz-özünə açılacaq. Mən açmışam bunu burada. Gəlin bir dənə bağlayayım, sizdən bir yerdə açın. Özü avtomatik açılacaq. Gördüyünüz kimi bu şəkildə bir şey yaranacaq. Bunu buradan aktiv edək. Pavlon dedim, aktiv olmasını gözləyirəm. Saniyə Linux'u da açaq. Linux'u da açılsın. Videonu dayandırım, açıldıqdan sonra keçək. Mən bunu buradan Power on eləyəndən sonra belə bir səhifə açılacaq. Burada heç nəyə dəymirik, çünki VMware sistemimiz uyğun, burada hazırlayır hər şeyi. Ondan sonra bizə də Power on seçimi qalır. Power on etdikdən sonra bu açılacaq, gəlin açılmasını gözləyək. Startup olmuş hal-hazırda. Bir faillər yükləyir. Sizdə biraz, çox yox, biraz gecikmə ola bilər, çünki yeni faillər açılacaq. Gəlib çıxdıq bu səhifəyə. Gördüyünüz kimi, burada login səhifəsinə gəlib çıxır, yəni burada dayanmalıyıq. Niyə? Çünki bizə burada login məlumatları verir. Biz onun köməyi ilə giriş edəcəyik. Burada görürsünüz login with msfadmin /msfadmin. Yəni kodda login username də budur. Mən bura msfadmin yazıram. Password da yazdıqdan sonra sistemi giriş edib aktivləşdirə bilməm.
Aha, gördüğünüz kimi sistem aktivləşdi. Bundan sonra mən bunu IP ünvanını tapmalıyam. İstəsəniz bunun IP ünvanını buradan da if config əmri biz bilirik. Bunun vasitəsilə də buradan da tapa bilərik. Yox, əgər istəməsəniz gəlirik buradan Linux əməliyyat sisteminə. Burada terminala keçirilirəm. Net Discover əmri vasitəsilə biz bunun IP ünvanını tapmağa çalışacağıq. Bir saniyə işə düşsün. Bir axtarır hələ ki. Bu axtarı tapdıqdan sonra video davam edir. Aha, gördüğünüz kimi bu axtarıb tapdı. Ctrl copy edib bunu dayandırıram. Gördüğünüz kimi bizim IP ünvanımız bu oldu. MAC ünvanı da verib, sayda verib burada Net Discover əmri vasitəsilə. Biz bu IP ünvanları, yəni hədəfin məlumatlarını istifadə edək, adresini istifadə edək, ona hücumlar həyata keçirə bilərik. Bu günlük bu qədər. Sağ olun.